boşa gezdik, akşamadan yorulmazdık, incimezdik. Bu tüter oldu zahar biz bakardık, ne bəxtiyardı. Ay dolandı, il dolandı düz zaman. Zaman keçir, şəhərlər dəyişir, insanlar yaşlanır, amma bəzi illər yaddaşdan silinmir. Bakı 1980-ci illər. Bu küçələrdə arzular addımlayırdı. Bu bir dövrün yaddaşıdır. Bu şəhər onları xatırlayır. Küçələr onların addım səslərini unutmayıb. 225 nəfər məzun, 225 nəfər gəncin birlikdə yazdığı bir tarix. Universitet auditoriyalarında gələcəyin həkimləri yetişirdi. Azərbaycan Tibb Universitetinin bir qrup məzunu 40 ildən sonra bir araya gəlir və onlar anlayır ki, keçən illər yalnız təqvimdə dəyişib, ürəklərində yox. Uzun illərin məsafəsi bir baxışa, bir gülüşə sığacaq qədər qısalır. Aradan artıq 40 il keçib, məzunlar artıq yenə bir yerdədirlər. Keçmiş geridə qalmayıb. Bugün o yenidən nəfəs alır. Bu görüş xatirələrin deyil, sədaqətin, dostluğun və zamanın sınağından çıxmış bir əlaqənin bayramıdır. Bir zaman eyni auditoriyada oturan gənclər bugün ömür kitablarının 40 illik səhifələrini birlikdə vərəqləyirlər. Çünki bəzi dostluqlar bitmir, sadəcə illərlə daha da dərinləşir. O günləri xatırlaram, nə bəxtiyardı. Görəsən onlar kimdir, harada işləyirlər, necə yaşayırlar? Hansı fəaliyyətlə məşğuldular? 40 il əvvəl eyni auditoriyada başlayan bu yol onları bugün həyatın hansı zirvələrinə aparıb? İndi rəqəmlər danışacaq. Bugün hardadılar? Hansı peşələrdə, hansı talelərdə yaşayırlar? Bir vaxt tələbə olan bu insanlar 40 il sonra cəmiyyətə nə veriblər? Qoy bunu faktlar danışsın. Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun, indiki Azərbaycan Tibb Universiteti, 1-ci Müalicə Profilaktika Fakültəsinin Azərbaycan bölməsində 225 nəfər 1980-1986-cı illərdə təhsil almış və 1986-cı ildə məzun olmuşlar. Bu tələbələr 71-78-ci qruplarda təhsil almışlar. Bunlardan kişi sayı 111 nəfər, qadın sayı isə 114 nəfərdir. Həmin məzunlardan 10 nəfər alimlik dərəcəsini, onlardan bir nəfər akademiyanın üzvü, 3 nəfər elmlər doktoru, professor, 7 nəfər isə tibb üzrə fəlsəfə doktoru və dosentdir. Bir nəfər Milli Məclisin deputatı olmuşdur. 8 nəfər müharibə veteranı, bir nəfər isə 1-ci Qarabağ müharibəsinin şəhidi olmuşdur. 20-dən çox baş həkim və direktor olmuşdur. 6 nəfər tərəqqi medalı, Heydər Əliyevin 100 illik yubiley medalı, əməkdar həkim və səhiyyə əlaçısı fəxri adları almışlar. 31 nəfər rəhmətə getmişdir. Allah rəhmət eləsin. 10 həkim xaricdə işləyir və yaşayır. İxtisas üzrə aşağıdakı kimidir. Terapevt 92 nəfər, cərrah 17 nəfər, ginekoloq 13 nəfər, oftalmoloq 8 nəfər, radioloq 8 nəfər, hərbi həkim 7 nəfər, ortoped 5 nəfər, nevroloq 5 nəfər, kardioloq 4 nəfər, anestezioloq, reanimatoloq 3 nəfər, uroloq 2 nəfər, lor həkimi 2 nəfər, məhkəmə təbabəti 2, dermatoloq 2 nəfər, psixiatr isə 2 nəfər. Onlar 1986-cı ildə məzun olaraq təntənəli sürətdə həkim andı içdilər. Həmin məzunlar yalnız həkim deyildilər. Onlar bir xalqın ümid nöqtəsi idi. Artıq onlar tarix deyil, canlı məktəbdilər. Çok adi dolanan dünyaya, cahana, insana, geleceğe inansan, tələbə, 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 sızlar ya da düşərdə ürəyimi telləri, o mehriban, o əziz tələbəliləri. Sızlar ya da düşərdə ürəyimi telləri, o mehriban, o
Azərbaycan Tibb Universiteti minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, həmçinin görkəmli alimlər yetişdirən elm ocağıdır. Burada tədris prosesi birbaşa olaraq elmi tədqiqatlar, səhiyyədə əldə olunan nailiyyətlərlə sıx əlaqədardır. Azərbaycan Tibb Universiteti 1930-cu ildə Bakı Dövlət Universitetinin Tibb Fakültəsinin bazası əsasında yaradılıb. Yeri gəlmişkən həkimlik andı barədə. Həkim adını alarkən və tibbi fəaliyyətə başlayarkən mən təntənəli sürətdə and içirəm. Bütün bilik və qüvvəmi insanların sağlamlığının qorunması və yaxşılaşdırılmasına, xəstəliklərin müalicəsinə və profilaktikasına həsr edəcək, həkimlik fəaliyyətimi harada tələb olunarsa, orada vicdanla yerinə yetirəcəyəm. Azərbaycan Tibb Universitetinin bir ənənəsi var. Adətən universiteti bitirənlər arasında bir nəfər 6-cı kurs tələbəsi 1-ci kurs tələbəsinə estafeti təhvil verir. Bu məzunlar estafeti gənclərə verməklə yanaşı, gənc nəslin yetişməsində müəllim, ustad kimi çox önəmli rol oynayırlar. Bu məzunlar tələbəlik dövründə tələbə inşaat dəstəsində aktiv iştirak etmişlər. Budur, fotoda həmin məzunlardan bir qrupu Rusiyanın Tambov şəhərində tikintidə işləyirlər. Qeyd etmək lazımdır ki, tələbəlik dövründə bu tələbələrin 3 nəfəri ən yüksək təltifə layiq görülüblər. Bir nəfəri Lenin adına təqaüdə, 2 nəfəri isə Nərmanov adına təqaüdə layiq görülüb. Hardan o günlerim düşür ya da şəbət eller zaman zaman ağarsa da İller ötür o günleri hatırlarım Ne bəxtiyardım. Sonra həyat imtahan verdi. Müharibə, çətin illər, resurs azlığı. Amma bir şey dəyişmədi. Həkimlik andı. Professorluq, konferanslar, klinik rəhbərlik, tələbələrlə dərs, minlərlə əməliyyat, yüzlərlə elmi məqalə və minlərlə tələbə. Onlar yalnız xəstə sağaltmadılar. Eyni zamanda yeni həkimlər yetişdirdilər. İndi hər birisindən soruşanda ən çox işlətdikləri ifadə bunlardır. Həkimlik məsuliyyətdir. Ən böyük mükafat xəstənin duasıdır. Həkim olduğuma görə peşman deyiləm. Əksinə qürur duyuram. Bu məzunlar yüzlərlə yerli və beynəlxalq elmi praktik konferansların iştirakçısı və təşkilatçıları olmuşlar. Ölkəmizdə və dünyanın müxtəlif ölkələrində yüksək peşəkarlıqla xidmət göstərən qabaqcıllardandır. Bu məzunlar Ulu Öndər Heydər Əliyevin və Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müasir tibb ocaqlarının qurulmasında da aktiv fəaliyyət göstərmişlər. Bu görüntülərdə əlaçı məzunlardan biri Böyük Vətən müharibəsindən danışır. Onlar öz dövründə tarixdən bəhs eləyirlər. Amma qarşıda özləri də bir çox tarixi anların içində olacaqlar. Böyük Vətən müharibəsi yalnız cəbhədə deyil, eyni zamanda arxa cəbhədə də böyük fədakarlıqlar tələb edirdi. Bu baxımdan Bakı xüsusi əhəmiyyət daşıyırdı. Böyük Vətən müharibəsi illərində Bakı təkcə bir şəhər deyildi. O, qələbənin ürəyi idi. Buradan çıxan neft cəbhəyə güc verirdi. Azərbaycan oğulları isə o gücü qəhrəmanlığa çevirirdi. Bu tarix unudulmamalıdır. Çünki o, bizim kimliyimizin bir hissəsidir. Alovlu günlerim, kalbimde yurt salan sevincim, kaderim. Neler Heç biri bilmirdi ki, onları qarşıda tarix gözləyir. 86-cı il, hələ Sovet dövrü.
Ağ xalat geyinən bu gənclər bilmirdi ki, qarşıda onları müstəqillik, müharibə, islahatlar və minlərlə insan taleyi gözləyir. Çok sınadı bizi zaman, neçə şəhid getdi qurban, sinəsilə siper olan igid əskər möhkəm dayan. 1990-cı illər bu gənclərin həyatında da iz buraxdı. Yenicə müstəqillik qazanmış ölkəmizin taley yüklü qayğılarında onlar da iştirak edirdi. Kimisi müxtəlif dövlət qurumlarında vəzifəli şəxs olaraq, kimisi müharibənin içindən keçib, istər hərbiçi, istərsə də həkim olaraq vətənə xidmət göstərirdilər. Bu məzunların arasında vətən uğrunda şəhid olan da oldu. Quliyev Şahin Tarverdioğlu 10 yanvar 1956-cı ildə Ağsu rayonunun Gədəli kəndində ziyalı ailəsində dünyaya göz açmışdı. 1980-ci ildə sənədlərini Azərbaycan Tibb İnstitutuna verərək həmin instituta qəbul olub. 1986-cı ildə institutu başa vurduqdan sonra 1987-ci ildə akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında terapiya ixtisası üzrə internatura keçmişdir. 19 noyabr 1993-cü ildə Şahin həkim kimi Ağsu rayonunun hərbi komissarlığından hərbi xidmətə çağırılmışdır. Füzuli rayonunun Əhmədbəyli kəndi, Tərtər rayonunun Seysulan kəndi ərazisində ön cəbhədə xidmət etmişdir. Vətənpərvər eloğlumuz Şahin Quliyev 13 may 1994-cü ildə Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş, 14 may 1994-cü ildə doğulduğu Gədəli kənd qəbirstanlığında torpağa tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 31 9-cu ay 1994-cü il tarixində Ağsu rayon xəstəxanasına şəhid Şahin Quliyevin adı verilmişdir. Əziz dostlarım, illər keçdi, amma o auditoriyadakı gülüşlərimiz hələ də qulaqlarımdadır. Mən bu gün aranızda fiziki olaraq yoxam, amma ruhum sizinlədir. Hər birinizin bu yolda qazandığı uğurlar mənim üçün də bir qürurdur. Sizi belə bir arada görmək ən böyük arzum idi. Bəlkə də mənim payıma bu görüş düşmədi, amma bilin ki, sizi hər zaman xatırladım. Həyat sizi fərqli yerlərə apardı, amma qəlbiniz eyni qaldı. Mənim üçün üzülməyin. Mən öz seçimimlə qürurla getdim. Vətən üçün verdiyimiz hər şey əslində sizi qorumaq üçündür. Görüşünüz mübarək. Bir-birinizi itirməyin. Sadəcə bir xahişim var. Yaşayın, həm də mənim yerimə. Bu məzunlar 1-ci və 2-ci Qarabağ müharibəsində həm ön cəbhədə, həm də arxa cəbhədə yararlarımıza böyük fədakarlıqla tibbi xidmət göstərmişlər. Dünyanı və o cümlədən ölkəmizi bürüyən COVID-19 pandemiyası zamanı o ağır vaxtlarda koronavirusla mübarizədə bu həkimlər xəstələrimizə çəkinmədən və usanmadan fədakarlıqla yardım göstərirdilər. O dövr üçün 20 yaş, idealizm, böyük arzular. Gənclik illərini bu fotolarla xatırlayan məzunlar keçmişdən bəhs eləyərkən belə deyirlər. Biz qorxmurduq, inkişaf etmək istirdik. Yorulmaq nə idi bilmirdik. Biz dünyanı dəyişəcəyimizi düşünürdük. Gecələr yatmırdıq, amma yorulmurduq. 1986-cı il. Bu bir tarix deyil. Bu həm də bir nəsildir. Onlar həkim oldu, amma zaman onları məktəbə çevirdi. Aradan 40 il keçib. Məzunlar yenə bir aradadılar. Zaman dəyişib, amma dostluğun izi dəyişməyib. Sanki illər yox, sadəcə bir dərs fasiləsi keçib. Saçlara dən düşüb, amma xatirələr hələ də cavandır. Ömür ayrı yollar seçsə də, yaddaş onları yenə eyni auditoriyada görüşdürüb. 2026-cı ilin
məhz bu günündə görüşürlər. İllər keçib, amma bu dostluq zamana məğlub olmuyor. Keçmiş xatirə deyil, bu gün yenidən yaşayan bir ömür parçasıdır. Aradan artıq 40 il keçsə də, bir vaxt eyni arzuları bölüşən gənclər bu gün eyni xatirələrin ətrafında toplaşıblar. Azərbaycan Dövlət Tibb İnstitutunun 1986-cı il 1-ci Müalicə Profilaktika Fakültəsinin məzunlarının görüşü məsələsi uzun illər idi ki, müzakirə olunurdu. Nəhayət, keçən il qərar verdik ki, 40 illik yubileyimizi keçirək. Bu məqsədlə ilk növbədə bir işçi qrupu yaradıldı. Bu işçi qrupunun tərkibinə əsasən qrup nümayəndələri və bizə aktiv fəaliyyət göstərə biləcək tələbə yoldaşlarımız qatıldılar və işçi qrupu fəaliyyətə başladı. İlk növbədə bütün qruplara anket payladıq. Bu anketdə hər bir məzunun tələbəlik şəkli, indiki şəkli və özü haqqında hazırki məlumatlar daxil edildi. Sonra bu məlumatlar toplandıqdan sonra biz bunlardan slaydlar hazırladıq və qərara aldıq ki, 40 illik yubiley tədbirimizdə bir neçə işlər görülsün. Birincisi slide show hazırlansın. İkincisi kitap hazırlansın bunun əsasında. Üçüncüsü bir film çəkilsin. Dördüncüsü sevimli müəllimlərimizlə birlikdə bir xatirə mühazirəsi keçirilsin. Və beşincisi qərar aldıq ki, bir bədii hissə olsun. Və bunların hamısını həyata keçirməyə başladıq. Bunlar bugün demək olar ki, hamısı hazırdır. Bütün bu tədbirlərin həyata keçirilməsində bu işçi qrupunun tələbələri çox aktiv fəaliyyət göstərdilər və özəlliklə mən onların adlarını çəkmək istəyərdim. Bunlara bizim tələbə yoldaşlarımız Elcan, İlqar, Şahin, Nizami, Cabbar, Təranə, Əziz, Elçin, Fuad və Fariz. Bu məzunlarımız çox aktiv fəaliyyət göstərdi. Mən bu tədbirlə həyata keçirilməsində, ortaya çıxarılmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirirəm. İlk növbədə işçi qrupuna, sonra bizim mühazirəmizdə iştirak edən əziz müəllimlərimizə minnətdaram. Bizim bu tədbirimizə dəstək verən, təbrik edən Azərbaycan Tibb Universitetinin rəhbərliyinə minnətdaram. Milli Məclisin Səhiyyə Komitəsinə minnətdarlığımı bildirirəm. Eyni zamanda bu filmin ərsəyə gəlməsində əməyi olan ekibə də öz minnətdarlığımı bildirirəm. Bir vaxt auditoriyalarda qurulan arzular bu gün xatirələrdə yenidən canlanır. İllər hər kəsi fərqli yollara aparsa da, bu gün onları yenidən eyni ünvan birləşdirir. Gənclik ünvanı. Zaman üzlərdə iz qoyub, amma ürəklərdə tələbə ruhuna toxuna bilməyib. Bu görüş sadəcə bir toplantı deyil, bir ömrün yenidən öz başlanğıcına qayıdışıdır. 1986-cı ilin məzunları. Əfsanə davam edir. Siz sadəcə məzun deyilsiniz. Siz bir dövrün nəbzisiniz və bu nəbz hələ də döyünür. Ey ağavlu günlerin kalbimde yurtsalar sevincim kaderim. Ah neleri neleri Bəzən bir qucaqlaşma insanı 10 illərlə geriyə aparmağa kifayət edir. Bu görüşdə də ilk salamlaşmalarla birlikdə tələbəlik illərinin xatirələri yenidən canlandı. Belə ola həmişə, belə ola həmişə, belə ola həmişə, belə ola həmişə. Və onları həyatlarının ən gözəl səhifələrinin yazıldığı universitet qarşıladı.
40 il əvvəl bu auditoriyalarda əyləşən gənclər bu gün ölkənin tanınmış həkimləri, alimləri və səhiyyə təşkilatçıları kimi yenidən doğma universitetlərinə qayıdıblar. Azərbaycan Tibb Universitetinin Anatomiya kafedrasında keçirilən bu görüş sadəcə bir mühazirə deyildi. Bu, illərin o tayından gələn xatirələrin müəllim-tələbə hörmətinin və peşəyə sədaqətin görüşü idi. Vaxtilə insan bədəninin sirlərini öyrəndikləri bu kafedrada məzunlar yenidən öz müəllimləri ilə bir araya gəliblər. İllər dəyişsə də, auditoriyalar yenilənsə də, müəllimə hörmət, tələbəlik xatirələri və həkimlik andına bağlılıq dəyişməz qalıb. 1986-cı il məzunları üçün Azərbaycan Tibb Universitetinin Anatomiya kafedrası məhz belə bir məkan idi. Sanki zaman qısa müddətə dayanmışdı və hər kəs yenidən tələbəlik illərinə qayıtmışdı. Belə ola həmişə, belə ola həmişə, belə ola həmişə. Azərbaycan Tibb Universitetinin 1-ci Müalicə Profilaktika Fakültəsi məzunlarının 40 ildən sonra Anatomiya kafedrasında görüşü 23 may 2026-cı il tarixində Nərman Nərmanov adına Azərbaycan Tibb İnstitutunun, hazırki Azərbaycan Tibb Universitetinin 1-ci Müalicə Profilaktika Fakültəsi 1986-cı il məzunlarının 40 illik yubileyinə həsr olunmuş tədbirlər keçirildi. Tədbirin birinci hissəsi Azərbaycan Tibb Universitetinin Anatomiya kafedrasının mühazirə zalında keçirildi. Əvvəlcə həmin məzunlardan biri Azərbaycan Tibb Universitetinin kafedra müdürü, Milli Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru Professor Nuru Bayramov tədbiri açaraq məzunları və tədbir iştirakçıları olan müəllimlərini salamladıktan sonra məzunların görüşü münasibətilə həyata keçirilən tədbirlər planından bəhs etdi. Bildirdi ki, bu münasibətlə bir film, həmin məzunların tələbə vaxtı və indiki fotolardan ibarət slide şovu, həmçinin onların hər birisi barədə toplu kitab hazırlanıb. Məzunlar barədə statistik məlumatları dilə gətirdi. Milli Məclisin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmraslanovun təbrik məktublarını səsləndirdi. Tələbəlik illərinin Sovet dövrünə təsadüf etdiyini, sonraki mərhələlərin isə ölkəmizin müstəqillik illəri və müharibə dövrləri ilə yadda qaldığını bildirərək vurğuladı ki, həm 1, həm də 2-ci Qarabağ müharibələri zamanı Azərbaycan həkimləri böyük fədakarlıq göstərərək əsr qəhrəmanlıq nümunəsi nümayiş etdirib. Bu qəbildən olan görüşlərin təşkilinə də toxunan Nuru Bayramov qeyd etdi ki, belə tədbirlər məzunların illər sonra yenidən bir araya gəlməsi, müəllimlərini görməsi və tələbəlik xatirələrini bölüşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Daha sonra 1-ci Müalicə Profilaktika Fakültəsinin dekanı, Dermatovenerologiya kafedrasının dosenti Elşad Novruzov çıxış etdi. Tədbirdə Elşad Novruzov Universitetin rektoru Professor Geray Geraybəylinin təbrik məktublarını səsləndirdi. Daha sonra bu məzunlara bir zamanlar dərs demiş müəllimlər danışdı. Görkəmli elm xadimi, Azərbaycan Tibb Universitetinin Anatomiya kafedrasının uzun illər müdiri vəzifəsində çalışan, Rusiya Tibb Elmləri Akademiyası və Avropa Təbabət Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru Professor Vaqif Şadlinski öz çıxışında universitetin və uzun illər rəhbərlik etdiyi insan anatomiyası və tibbi terminologiya kafedrasının fəaliyyəti barədə məlumat verib. O, kafedranın elmi nailiyyətləri və qazandığı uğurlardan danışaraq maraqlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Ümumi Cərrahlıq Kafedrasının professoru Rüstəm Məmmədov və 1-ci Cərrahi Xəstəliklər Kafedrasının dosenti Səxavət Rəfiyev də çıxışlarında həmin dövrün yadda qalan tələbələri ilə bağlı xatirələrini bölüşdülər. Vaqif mənim danışanda mənim yadıma ilk anatomiya dərsimiz yadımda düşdü. Sulcus, tendinus, musculus, flexoris, ağırlıqlı. Məzunlar adından çıxış edən İlqar Osmanovun müəllimləri ilə bağlı səmimi və kövrək xatirələri tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılanıb. Müəllimlərə plaketlər təqdim olunduqdan sonra tədbirin rəsmi hissəsi Anatomiya Muzeyinin yaxından tanışlığı ilə başa çatıb. Elə həmin gün Bakıda Altun restoranında məzunların görüşü tədbirinin bədii hissəsi baş tutdu.
dünyadan güzeldi mi? Dayanmışıq səninlə boşa yüzlü güləşə. Belə ola həmişə, belə ola həmişə, belə ola həmişə, belə ola həmişə. Akşamınız xeyir olsun. Bu akşam mərkəzimizdə gözəl istirahət, yaxşı əyləncə arzu edirəm. Və icazə verin, bugün məclisimizi açıq etməyəm. Əziz məzunlarımız, icazənizlə Azərbaycan dövlət himni səslənir. Ayağa qalxın. İcazənizlə tərtibimizin tərtibindən biri olan kampaniyada olan bir filmimiz hazırlanır. Hamınızı filmə baxmağa dəvət edirəm. Bakı 1980-ci illər bu küçələrdə arzular xatırlayırdı. Bu bir dövrün yaddaşıdır. Bu şəhər onları xatırlayır. Küçələr onların addım səslərini unutmuyor. 225 nəfər məzun, 225 nəfər gəncin birlikdə yazdığı bir tarix. Universitet auditoriyalarında gələcəyin həkimləri yetişirdi. Bu filmin tərkibinə əsasən bu nümayəndə bir daha görüş münasibətində hər birinizi təbrik edirəm. Bu tədbirin həyata keçirilməsində qeyd etdiyimiz gibi bizim işçi qrupunun çox böyük əməyi olmuşdur. Sizin adınızdan bu işçi qrupun bütün üzvlərini təbrik etməyimiz uyğun olardı. İcazənizlə siz məzunlar adından bu işçi qrupunun hər bir üzvünə bir plaketlərimiz var. İcazənizlə onları təqdim edək. Bu təqdimatı həyata keçirilmək üçün bizim əziz, sevimli müəllimimiz Səadət xanımı dəvət edirəm. Səadət xanım buyurun. Şahid Musoğlu. Tələbə yoldaşımız Fuad Abbasov. Tələbə yoldaşımız Fariz Babayev. Tələbə yoldaşımız hamımızın çox yaxşı tanıdığımız Cabbar Cəlilov. Tələbə yoldaşımız Təranə Kərimova. Çok sağ olun. Elcan Abdullayev. Elcan bilirsiniz, bu məclisin təşkilində, kitabın təşkilində çox önəmli rol olmuş. Elcan mənim lütfən bura. Ortaya. Tələbə yoldaşımız
İsmailov. Tələbə yoldaşımız Elçin Zeynalov. Tələbə yoldaşımız Nurul Bayramov. Əməkdaşımız bizə kömək edən şəxslər var. Onları da tərtib etmək istəyirik. Onlardan biri bizim bütün bu yaz işlərinə görə, eyni zamanda o gördüyünüz slaytların hamısının yazan, ortaya çıxardan bizim müsaade xanımdır. Bir de bayağı izlediğiniz filmin yapımcısı, rejisörü, bizim hamımızın yaxşı tanıdığımız Ramil Nəcəfini dəvət etmək istəyirik. Əziz dostlar, bu məclisdə bizim əvvəlində oxuyan, hal-hazırda şahid olmuş, rəhmətə getmiş bir dostumuzun da o iştirakini Şamxal Şahinoğlu. Onunla bugün kram notası var. Sadece 75. grubun starostası Halide Hanım'a verilmedi. Ona göre de onun çok büyük emeği var. Halide Hanım xahiş olunur, evet olsun. Məclis başlayın, Ələkbər qardaşımız sizi qəlbinizi, könlünüzü oxuyacaq. Hoş geldin. Həmişə sən deməksən qalır. Çok sağ olun. Bir alkışlayan Ecran benimi, özümüzü alkışlayan değerli insanlar. Bugün bizim 6 illik tələbələrimizin və tələbəlikdən sonra 40 illik ömrümüzün bir təntənəsidir. Düşünürəm ki, bizim həyatda olan mövqeyimiz bugünkü günün ən böyük bizim üçün verdiyi bir saadətdir, xoşbəxtlikdir. Bugün bizim üçün təkcə məzun görüşü deyil, həm də cavanlığımızın və tələbələrimizin görüşüdür. 40 il əvvələ qayıtdıq. Özümüzü tələbəlik illərindəki qədər cavan, təravətli hiss elədik. Sevinirik ki, ülvi sənət olan həkimlik sənətinə yiyələnmişik və bu günləri dostlarımızla, tələbə yoldaşlarımızla görüşməklə öz sevincimizin ən pik nöqtəsinə çatmışıq. Bugünkü görüş bizim için çok əlamətdar bir görüşdür. Bu görüşün mənəviyyətini, dəyərini inşallah görüşdən bir neçə müddət sonra hiss edəcəyik. Allah'tan arzum bu ki, həmişə yubileyləriniz olsun və yubileyiniz mübarək olsun. Ancaq bu günləri burada artıq 60'ı keçmiş, yaşı 60'ı geçmiş ağıllı insanlardır. Və mən bu günləri 60 yaşdan yuxarı olmasına baxmayaraq hamının gözündə 20 yaşlı cavan parıltısı görürəm, ışıltısı görürəm. Yəni ruhen hamımız cavansız, gözəlsiz. İslamda 40 rəqəmi müqəddəs rəqəmdir. Bir sıra rəvayətlərdə 40 il sınaq ili kimi qəbul olunur. Və bizim tələbə yoldaşlarımız bu sınaq ilindən müvəffəqiyyətlə çıxdılar. Mən bütün tələbə yoldaşlarımıza uzun ömür, can sağlığı arzulayıram. Arzulayıram üzlərindən təbəssüm, ürəklərindən təfər, qollarından güc qüvvət heç vaxt əskilməsin, heç vaxt tükənməsin. Çox gözəl tədbir, çox gözəl gün. Elə bir bizi 40 il cavanlaşdırdı, 40 il irəli getdik. 40 il bundan qabaq biz məzun olduq, bu həyata qoşulduq həkim kimi. 40 ildir həkim işləyirik. 40 il əvvəlki tələbələri, dostlarımızı, tələbə yoldaşlarımızı bu cür sağlam, təravətli görmək doğrudan çox xoşdur. Allah bu tədbiri təşkil edənlərə də, tədbiri
tədbirdə iştirak edənlər hamısını can sağ eləsin, hamısına Allah uzun ömür, can sağlığı versin. Əziz dostlar, həmkarlar, 40 ildən sonra biz bir daha bir yerdəyik. Çox zaman mənə sual verirlər ki, gənclik nədir? Mən gəncliyi sahələ qurmuş bir gəmiyə bənzədirəm. Bizlər də gəmiyə minib gedəsi bir kapitanıq. Necə gedirik, okeanın hansı dalğalarına gəldik, bu gəmi harada sahilə bir daha gəlib lövbər quracaq, bilmirik. Hər birimiz bu fırtınalı dalğaları ötüb keçib, nəhayət gəlib bu yaşa çatmışıq. Sizləri bu cür görmək bizlərin hər birinin sevincidir. Bütün bu işin təşkilatçılarına da minnətdarlığını bildirirəm. Nuri müəllim başda olmaqla, Elcan müəllim başda olmaqla. Mən inanıram ki, bir daha 5 ildən sonra, 10 ildən sonra da bizə sağlıq versin ki, bir daha biz özümüzün 45 illiyində, 50 illiyində bax bu cür kərkəşanlı ilə görüşə bilək, sevincimizi sizlərlə bərabər bölüşə bilək. Sağ olun. Mən bugün burada, istər bu zalda, istərsə də səhər o anatomiya auditoriyasında 150 nəfərli, 150-dən də artıq, belə deyək ki, o oturuşmuş həkimləri, öz sahəsinin peşəkarı olan həkimləri deyil. 40 il bundan öncə haradasa ilk dəfə o ağ xalatı əyninə geyib, ürəyi o quş kimi çırpınan, auditoriyalarda həyəcanla o mühazirələri dinləyən gəncləri gördüm. Biz 8 qrup idik və bu 8 qrup haradasa böyük bir ailə idi, böyük bir dünya idi. Biz burada filmə baxdıq. 40 il bundan öncə və bu 40 il içərisində o əmək fəaliyyətimizi, özümüzü göstərən bir foto albomu vərəqlədik və şükürlər olsun ki, bu 8 qrupun o 40 il bundan qabaq bir yerdə qaladığı ocağı bu günləri yenə də o işığına yığışmışıq. Təbrik edirəm və Allah Teala'dan can sağlığı arzulayıram hamıya. Tibb Universitetində oxuyarkən ali məktəb bizə təkcə peşə öyrətməyib. Bizə mərhəmətli olmağı, insan sağlamlığının dəyərini anlamağı, sonra fədakarlığı öyrədib. Və bu da onun nümunəsi idi ki, həkimlər, yəni bu müharibədə hamı şahid oldu ki, canlarından keçdilər. Mən də indi bugün demək istəyirəm ki, çünki biz qalib ölkənin qalib həkimləriyik. Sağ olun. Alqışlar. Nuri müəllim öz sözünü Aşıq Ələskərin yerlisi kimi sazınla, sözünlə deyəcək. Hacılar, həkimlər, salam. Bugünkü dəvətə xoş gəlmişsiniz. Qoy sizi oxşasın hər türlü kəlam. Bu məzun 40 illik gübrəyə xoş gəlmişsiniz, xoş gəlmişsiniz. Harada varsa insanlığın nəvalına qurban olun. Vətən üçün yananların cəvalına qurban olun. Vətən üçün yanan hər bir şəxsin qarşısında baş əyir. Eşq olsun, alqışlayaraq bunu mənim. Allah sizdən sağlıq olsun. Möhtəşəmsiz. Sizdən uzaq olduğuma görə, qürbət ildə yaşadığıma görə hər il fikirləşirdim ki, bir yubiley keçirək. İnanın ki, qürbət ildə yaşamaq çox çətindir. Həmişə vətəni düşünüb yaşayırsan.
həmişə vətəndən uzaqda yaşayırsan, köyrəlirsən, incə olursan və hər zaman fikirləşirdim ki, yubiley keçirək və keçən il Nuri müəllim yubiley keçirəlim deyəndə o qədər sevindim ki, gəlin bu işin səbəbkarı olan, bu işi təşkil edən, bu işi doğrudan da başlayan və bu gün də axıra çatdıran Nuri müəllimə alqışlar edir. Çox sağ olun deyək. Sağ olun Nuri müəllim. Əziz tələbə yoldaşları, bilirəm, hamınız bu işin təşkilini məlumatla yazırsınız, amma belə deyil. Bu işi təşkil edən, bu işin bugünə gəlib çatmasında əməyi olan bizim işçi qrupunun üzvləridir. Mən onların adlarını sizə filmdə də demişəm, onları bugün plaketlə də təbrik edəmişəm. Əlinizdə olan kitabların da hədiyəsi bizim Elcan müəllimindir. Bu tədbirin, buradakı tədbirin də keçirilməsi Elcan doktorundur. Gəlin Elcan'ı almışlayaq birlikdə. Və ümumiyyətlə tədbirin baş tutmasının səbəbi sizlərsiniz. Sağ olun, hamınıza təşəkkür edirəm.